Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala Resulillahil emin. Habibi ilahina ve tabibi nüfuzina Abul Kasimi Muhammed. Allahümme salli ala Muhammed ve ali Muhammed. وعلى أهل بيتهم طيبين الطاهرين لعن الدائم أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين. أما بعد الله تبارك وتعالى في كتابه الكريم أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم الذين آمنوا وتطمئن قلوبهم بذكر الله ألا بذكر الله تطمئن القلوب صدق الله العلي العظيم. السلام على الحسين وعلى علي بن الحسين وعلى أولاد الحسين وعلى أصحاب الحسين جميعا ورحمة الله وبركاته. Peygamber ve Ali Peygamber'e salavat zikrediyek. Allahümme salli ala Muhammed ve ali Muhammed. Kərbəla şəhidləri, vətən şəhidlərimiz ruhlarına salavat zikrediyek. Allahümme salli ala Muhammed ve ali Muhammed. İmam Hüseyin əleyhissalamın əzadarlığına cəm olmuşuq. Biri digərinin ənbatı haqqında salavat zikrediyek. Allahümme salli ala Muhammed ve ali Muhammed. Əziz və dəyərli möminlər, dəyərli İmam Hüseyin əleyhissalamın əzadarlığına gələnlər. İnşallah bugün istəyirəm ki, aramlıq haqqında danışım. Qəlbin aramlığı, aram yaşamaq haqqında. İstirab, nigarançılıq insan həyatının ən böyük bəlalarından biri olub tarix boyu. Daim insan aramlıq, rahatlıq axtarışında olub. Baxırsan indi müasir dövrümüzdə hər şey var, amma insanların aramlığı yoxdur. Elə bir cəmiyyətdəki aramlıq pozulub. Cəmiyyətin aramlığa ehtiyacı var. Hamı çalışır ki, asudə şəkildə, aram şəkildə yaşasın. Hətta bəzi alimlər qeyd edirlər ki, vəbadır, qripdir və bir çox virus xəstəlikləri insanı öldürmür. Bunun narahatçılığı insanı gətirib öldürür. İnsanın dünya və axirət saadətinin əldə etməsi üçün əsas vacib olan şey aramlıqdır. O yanlış sözdür ki, insan dünyada desin ki, buranı zarıya bir təhər yaşayayım, axirətdə saadətə çataram. Hər şey buradan başlayır. Bir insan burada əgər aramlıq əldə edə bilməsə, dünyada aramlığı əldə edə bilməsə, onun ölümü də, axirəti də aram olmaz. Gərək indidən insan aramlığı bu dünyada əldə eləsin. Niyə görə insan məsumların ziyarətində olanda aram olur? Qəlbi aram olur, ləzzət içində olur, gözəl halda olur. Niyə? Çünki aram şəxslərin ziyarətində olur insan. Aram şəkildə həyat sürən şəxslərin ziyarətində olduğu üçün insan, bu insana da təsir göstərir, insan da orada aram olur. Və ya baxırsan ki, cəmiyyətdə elə insanlar var ki, onlarla rastlaşanda qəlbin aram olur, aramlıq əldə edirsən. Niyə? Çünki həmin şəxslər özləri də aramdır. Bir insan əgər aram olsa, özü aram şəkildə yaşasa, rahat şəkildə yaşasa, insanlara da mütləq şəkildə pozitiv təsir göstərər.
Amma insan aramlığı əldə etmək üçün, xüsusilə müasir insan min cür yollara əl atır. Hey çalışır ki, qəlbi rahatlıq tapsın bu çaxnaşmalı, səs-küylü cəmiyyətin içində. Kimisi meditasiyaya üst tutur, kimisi psixoloqlara üst tutur. Ki, nə ilənsə olursa olsun, qəlbi tək rahat olsun, aram olsun, rahatlıq əldə eləsin. Düzdür, bunlar insana müvəqqəti olsa da aramlıq verir, rahatlıq verir. Amma bir müddətdən sonra, oradan ayrılandan sonra yenidən baxırsan ki, insanın qəlbini təlatüm bürüyür. Bəs həqiqi aramlıq, o ki, daimi aramlıq hardadır? Buna Quran-ı Kərimdə Rad surəsinin 28-ci ayəsində cavab verilir. Allah orada buna cavab verir. Buyurur ki, Ələ bizikrillahi tətmainnul qulub. Bilin ki, qəlblər yalnız və yalnız Allahı zikr etməklə, xatırlamaqla aramlıq tapar. Baxın, qısa və dolğun cümlə. İnsanın rahatlıq tapmasının, aramlıq tapmasının düsturu verilir. İstəyirsənsə, aram yaşayasan, rahat yaşayasan, çətinliklər sənə asan gəlsin, gərək daim Allahla olasan. Zikir nədir bəs? Burada deyir ki, zikir. Zikir deyəndə çoxsunun ağlına gəlir ki, əlinə ancaq təsbih qab, bütün günü zikr elə. Baxırsan ki, bəzən insanın dilində zikir var, amma qəlbi ilə düz gəlmir. Qəlbində başqa aləmdədir qəlbi. Bu zikir bu demək deyil. Zikir bilirsiniz nədir? Hər an, hər saniyə Allahı unutmayasan. Hər anında, hər aldığın nəfəsdə biləsən ki, böyük rəhmət sahibi, mehriban Allah və sonsuz qüdrət sahibi olan Allah səninlədir. Hər anında bunu biləsən. Bunu bilsən əgər, sən aram şəkildə yaşayarsan, rahatçılığın pozulmaz. Bunu bilən və nəinki bunu bilən, bu onun ətinə, qanına, ruhuna hopmuş İmam Hüseyin əleyhissalam idi ki, buna görə idi ki, 30.000 qoşunun qarşısında aram şəkildə dayanmışdı, rahat şəkildə dayanmışdı. Çünki bilirdi ki, Allah onunladır. Çünki bilirdi ki, onun hər nəfəsində Allah var. Nə vaxt ki, gördün ki, narahatçılıq səni bürüyür, rahatlığın əldən gedir, bil ki, o an Allah'ı unutmuşsan. Allah'ı unutmasan rahatçılığın pozulmaz. Bil ki, o an Allah'ı unutmuşsan. Buna görə Kərbəlada düşmən tərəf baxırdı Kərbəla şəhidlərinə, İmam Hüseyin əleyhissalamın əshabına təəccübə gəlirdi. Deyirdi ki, bunlar necə xoşbəxtdilər, bunlar necə aramdılar. Sayları az, bizim sayımız çox. Biz qorxu təlaş içindəyik, amma onlar aramdılar. Başa düşmürdülər ki, onlar Allah'ladılar. Onların qəlbini, həyatını tamamilə Allah əhatə edib. Bunu dərk edə bilmirdilər onlar. Bəs insanı narahat edən nədir? Nə səbəb olur ki, insan rahatçılığını əldən verir, narahat olur? İnsanın aramlığını ən çox pozan şey bilirsiniz nədir? Gələcək haqqında tərəddüdlü düşünməsi, gələcəkdən nigaran olması. Baxırsan ki, oturur insan fikirləşir, ay bu iş necə olacaq görəsən? Ay görəsən, məsələn, yaşlı olan şəxs fikirləşir ki, görəsən bu uşaqları necə yer veriləyəcəm? Məsələn, gənc fikirləşir ki, görəsən təhsil həyatım necə olacaq? Və ya ailə həyatım necə olacaq? Hey, gələcək haqqında tərəddüdlü düşünərək özünü narahat edir, aramçılığını pozur. Gördün ki, halın dəyişib, narahatsan, səni gələcək haqqında düşüncələr narahat edir. İstən isə narahatsan, özünə de, dayan. Dayan, nə olub sənə? Niyə narahatsan? Bil ki, rəhməti geniş olan, qüdrəti sonsuz olan Allah səninlədir. Sən niyə narahatsan? Təvəkkül elə Allaha. Bil ki, Allah səni səndən daha çox istəyir. Sənin xeyrini səndən daha çox istəyir. Niyə narahatsan? Sən əlindən gələni elə. Dayanma. İşvi gör.
Amma Allaha təvəkkül elə. Bil ki, Allah sənin üçün sənin istədiyindən də daha xeyirlisini sənə verəcək. Əgər bunu düşünsən, gələcək haqqında niyə narahat olsun insan ki? Şeytansa insanın başlayır narahatlıq verməyə. Yersiz qorxular yaradır insanda. Ay filan iş baş verər birdən, ay filan təhlükə filan birdən olar. Xüsusilə də müasir dövrdə insanlar arasında bu çox yayılıb. Psixologiyada buna anksiyete deyirlər ki, insan narahat olur. Dayandığı yerdə birdən-birə qəlbinə narahatçılıq gəlir ki, görəsən bu necə olacaq? Birdən bu belə olar. İçdən-içə başlayır qəlbinin ritmi pozulmağa. Bunu şeytan eləyir. Şeytan istəmir insan aram yaşasın. Bilirsiniz, insanın halı pozulanda Allah insana baxıb nə deyər? Deyər ki, bax bəndəmə, gör məni necə unudub. Başa düşmür ki, onun indi hər aldığı nəfəsi mən verirəm. Hər aldığı nəfəsində mən varam. Məni necə unudub, gör necə narahatdır. İmam Hüseyin əleyhissalam Ömər Sədə demişdi ki, sənə reyin buğdası da qismət olmayacaq. Bu söz Öməri ömrü boyu narahat edirdi. Hey narahat idi, hey soruşurdu ki, çünkü İmam Hüseyin'i tanıyırdı axı, bilirdi ki, imam boşuna bir söz demez. Özünü rahatlaştırmaq üçün deyirdi ki, o buğdasını deyib də, ev yox, mən arpasından yiyərəm, başqa bir şeydən yiyərəm orada, başqa bir meyvəsini yiyərəm. Ama narahat idi, bilirdi ki, imam boşuna söz demez. Çünkü o Allah'ı unutmuştu, her şeyi qurban vermişdi. Ama İmam Hüseyin əleyhissalam, Həzrəti Qasim, Həzrəti Əbəlfəz, baxırsan hamısı aram idilər. Çünki bilirdilər ki, burada şəhadətə çatsalarsa, onların adları dillər əzbəri olacaq. Ömər Sədə reyi qismət eləməyən Allah onların adını dillər əzbəri eləyəcək və illər keçəcək, onların adı ilə onların məclisində insanlar islah olub nicat tapacaqlar. Bunu bilirdilər. Ona görə onlar aram idilər. Veya İmam Hüseyin əleyhissalam Tasua günü hər kəsə öz məqamını göstərir cənnətdə. Gələcəkləri haqqında da, axirətləri necə olacaq. Deyirlər, hamıya öz axirətini göstərir, cənnətdəki məqamını göstərir. Həzrəti Əbəlfəzə çatanda Həzrəti Əbəlfəz baxmır, İmam Hüseynə baxır. Deyir ona ki, qardaş, Əbəlfəz, sən niyə baxmırsan cənnətdəki məqamıma? Qayıtıb deyir ki, ya Əbu Abdillah, mənim cənnətim sənsən. Mən zaten cənnətdəyəm. Ne edirəm mən cənnəti? Baxın, mərifətə baxın. İmam Hüseyni tanıdığı üçün bilir ki, Hüseynlə olmaq, Hüseynlə hər saniyə keçirmək özü cənnətdir, özü aramlıqdır. Dünya aram, həm dünya aramlığıdır, həm də axirət aramlığıdır, cənnətdir. İnsanın aramlığını pozan digər bir şey bilirsiniz nədir? İnsanlardan gözləntisi olmağı insanın. Hey fikirləşir ki, mənə qarşı diqqətsizlik edirlər, mənə niyə dəyər vermirlər? Hey insanlardan gözləntisi var, özünü bunu ilə narahat edir. Ümumiyyətlə, insanın dəyəri o qədər böyükdür ki, insanın dəyərini yalnız Allah verə bilər. İnsan başa düşsün ki, onun hər bir əməlinə qat-qat daha çox dəyər verən Allah var. Bir yaxşılıq edir, 10 qat artıq dəyərini verir. Bunu insan bilsə, insan aram olar, başqalarından dəyər gözləməz. Əzizlərim, onu bilin ki, başqalarından insan dəyər gözləsə, bilsin ki, birindən bir tərif gəlsə ona, mütləq bilsin ki, bir neçə müddət keçəndən sonra həmin şəxsin dili ilə ona hörmətsizlik olunacaq. Bunu həyatınızda təcrübə edin. Əgər bir şəxsin halı birinin tərifi ilə dəyişirsə, necə onun halı onun tərifi ilə dəyişirsə, sabah həmin şəxsin hörmətsizliyi ilə də onun halı pis olacaq. Ona görə istəyirsənsə halın dəyişməsin, insanlardan azad ol. Azad ol insanların düşüncəsindən. Sən Allaha görə iş gör, Allaha görə əməl elə, bil ki, Allah sənin yaxşılığı var, 10 qat daha çox dəyər verir. Onda sənin aramlığın da pozulmayacaq.
Necə ki, İmam Hüseyin əleyhissalam ona qarşı olunan o qədər hörmətsizliyə qarşı aram idi. Necə bir mərsiyənin sözündə İmam Hüseyin əleyhissalamın dilindən deyilir, deyir ki, Yusifi eşqəmu heç qiyməti almırlar məni, almasın müddəilər. Müştərim Allahdır mənim. Sənin müştərin, ey insan, sənin müştərin Allahdır. Sənin həqiqi dəyərini verən Allahdır. Özünü niyə ucuz satırsan, başqalarından dəyər gözləyirsən? Bu dünya sənin dəyərini verə bilməz. Bu dünya Yusifi qul kimi satan dünyadır. Bu dünya o dünyadır ki, Əli kimi bir şəxsi Muaviyə ilə müqayisə elətdirən bir dünyadır. Bu dünyadan nə dəyər gözləyirsən? İnsanın aramlığını pozan digər bir şey bilirsiniz nədir? İnsanın hadisələr qarşısında zəiflik göstərməsidir. Baxırsan, insanın başına bir hadisə gəlir, bir nəsə hadisə gəlir, dərhal halı dəyişir. Niyə dəyişir halın? İcazə vermə hadisələr sənin halını dəyişsin. Bilginən ki, bu keçəcək bir şeydir. Bu da keçəcək, bu da öz yoluna düşəcək. Sənə qalan bu hadisələr qarşısında göstərdiyin reaksiyadır. Pozma öz aramlığını. Bax, Kərbalada xanım Zeynəbə qəlbi gör necə aramdır. Bax, Kərbəlaya dərk elə ki, bu aləm fani aləmdir. Arami qəlbi Zeynəb əcəb tufani aləmdir. Həqiqətən də. Bax, Kərbəlaya başa düş ki, hər şey keçəcək. Necə ki, bunu orada xanım Zeynəb başa düşmüşdü, bilirdi. Ona görə qəlbi aram idi. Bu günlər Əhl-i-Beyt karvanının yollarda olan günləridir. Kufə yolunda olan günləridir. Və Kufəyə çatan günləridir. Mədinədən Kərbəlaya kimi Həzrət İmam Hüseyin əleyhissalamın ələmdarı Həzrət Əbəlfəzl ağa idi. Amma Kərbəla hadisəsindən sonra əsirlər karvanının ələmdarı xanım Zeynəb idi. Xanım Zeynəb Kufədə vüqarla hərəkət eləyirdi. Elə bir ki, 7 qardaşı ölən bu deyil. 7 qardaşı şəhadətə çatan bu deyil. Elə bir ki, o müsibətləri görən bu deyil. Elə çıxışlar eləyirdi Kufədə ki, Kufəlilər elə fikirləşirdilər ki, boylanıb baxırdılar ki, elə bilirdilər ki, Əli gəlib Kufədə yenidən çıxış eləyir. Xanım Zeynəb İmam Əli əleyhissalamın Kufəlilərə deyə bilmədiyi, qəlbində saxladığı sözləri Kufəlilərə dedi. O ki, quyuya danışırdı ya, məzlum Əli. O sözləri, qəlbində saxladığı o sözləri Kufədə xanım Zeynəb Kufəlilərə dedi. Deyirlər, gördülər ki, xanım Zeynəb bu qədər çıxış eləyir. Kufənin o təlatümünü tamamilə sakitləşdirib, gördülər onu sakitləşdirə bilmirlər. Deyirlər ki, İmam Hüseyin əleyhissalamın başını gətirib saxladılar xanım Zeynəbin qarşısında. Xanım Zeynəb baxdı İmam Hüseyin əleyhissalama, dedi ki, ey mənim bədirlənmiş ayım, nə tez qürub elədin sən? Hardaydın sən? Sən bilmirsənmi bacın sənsiz dayana bilməz? Sən bilmirsənmi bacının qəlbinin aramlığı sənsən? Hardaydın sən? Deyirlər, bu vaxt İmam Hüseyin əleyhissalamın körpə qızı Fatimə gəlib dedi ki, Bibi Zeynəb, o atamın başıdır. Baxdı atasının başına, dedi ki, atacan sən danışmasan, mənim ürəyim partlayar. Nə olar dindir məni, mən axı sənin üçün darıxmışam. Deyirlər, elə bu vaxt idi ki, İmam Hüseyin əleyhissalam Quran ayəsi oxudu nizədə.
o balaca qızın qəlbinin aramlıq tapması üçün. Deyirlər ki, Kufədə xanım Zeynəbin əvvəllər kənizi olan Ümmü Həbibə gördü ki, əsirlər gəlir. Tanımırdı xanım Zeynəbi. Yaxınlaşdı ki, onlara sədəqə versin. Qızlar deyir, izzətlə dayanıb sədəqə almadılar. Dedi, sizin böyüyünüz kimdir, başçınız kimdir? Xanım Zeynəbi işarə verdilər. Deyir, Ümmü Həbibə xanım Zeynəbə yaxınlaşıb salam verdi. Dedi, xanım siz hardansınız? Dedi, biz Mədinədənik. Dedi, Mədinədənsiz? Siz orada mənim ağam Əlinin evini tanıyarsınız yəqin. Xanım Zeynəb dedi ki, niyə tanımayım ki? Mən baş yarası bağlamışam. Mən baş yarası bağlamışam. Dedi, bəs xanım, niyə siz sədəqə almırsınız? Xanım Zeynəb dedi ki, həl əta əhlinə aləmdə yaraşmaz sədəqə. Üzüyün verdi namaz üstə atam müstəhəqə. Ümmü Həbibə təəccübləndi. Dedi ki, xanım, siz nə danışırsınız? Siz nə danışırsınız? O üzük bəzleliyən şəxs atan olsa sənin, eşkimin payəsini aləmə mən bildirirəm, sənə Zeynəb desələr, mən özümü öldürürəm. Siz xanım Zeynəbsiz, mən tanıdığım Zeynəb belə deyildi axı, mən tanıdığım Zeynəb tək gəzməzdi. Mən tanıdığım Zeynəb gəzərkən onu Əli Əkbər, qardaşı Əbəlfəz müşayiət eləyərdi. Onunla bir yerdə gəzərdilər. 7 qardaş bacısı olan Zeynəbin əl-qolunu kim bağlaya bilər axı? Xanım, siz necə qocalmışsınız? Sizin nə qocaltdı belə? Deyirlər, xanım Zeynəb Kufədə İbn Ziyadın sarayına daxil olarkən İbn Ziyad baxdı, dedi ki, bunun bir yaxınını tapmadınız ki, öldürəsiniz ki, bunu da məyus eləyəsiniz. Görün necə bu qarla gəlir. Dedilər ki, siz nə danışırsınız? Elə nə itiribsə bu itirib Kərbəlada. Bunun 7 qardaşı şəhid olub. Bunun balaları şəhid olub. Bunun qardaşı balaları şəhid olub. Ən çox elə Kərbəlada zülmü görən bu xanımdır. Siz nə danışırsınız? Dedi, bəs necə bu qarla gəlir? Başladı xanım Zeynəbə dil yarası vurmağa ki, Kərbəlada gördünüz başınıza nələr gəldi. Xanım Zeynəb qayıdıb dedi ki, mən Kərbəlada gözəllikdən başqa bir şey görmədim. Salavat. Allahümme salli ala Muhammed ve ali Muhammed. Həqiqətən mən bunu demişəm, öncələr də demişəm, bu söz çox böyük bir sözdür. İnsan bu sözü dərk eləsə, başa düşsə insan aram yaşayar. İnsanın aramlığını heç bir şey poza bilməz. Alə la'natullahi aləl qavməz zalimin.